Salam, axşamınız xeyir olsun. Baxın, hər kəs sahada baxsın. Mən görün nə saatdır, saat 2-dir və mənim kabinetimdən indi pul köçürmə edəcəyəm. Ruxana bir qazanıbdır. Onun pulunu öz kabinetimdən köçürdü, Binance-ma nəqdləşdirəcəm o istədiyinə. Və bunun üçün baxın, bizim kabinetimizdə pul var. Və gecə yadıma düşüb ki, o pulu çıxartmaq lazımdır, çıxarış edək. Və bunun üçün öncə gedirik biz Binance-a. Binance kaşlokumuz olmalıdır. Və biz Binance-dan daxil oluruq. Burada kaşlok var. Kaşloka spotu seçirik. Depozitə tıklayırıq. Depozit. Depozitə vururuq. Və biz burada USD-ni seçirik. Yəni dollar. USD dollar deməkdir. Onu seçirik. TRC 20. Bu adresindən götürürük. BIP 20 ilə də götürə bilərik. Yəni burada hansını istəsək onunla götürə bilərik. Və mən TRC 20-yə tıklayıram. Baxın, burada bizim linkimiz var. TRC 20-nin linki Tron 20. Ona tıklayırıq, götürürük. Sonra isə keçid edirik öz kabinetimizə. Və burada adımız var. Adımızın üstünə tıklayırıq. Sizə göstərirəm. Plat, danliyə. Danlılarınızı yazın. Ona toxunursunuz. Baxın, mən öncədən yerləşdirmişəm Binance adresini. Artıq yerləşdirməyimə gərək yoxdur. Bura yerləşdirib TRC USD TRC 20. Baxın, gördünüzmü? Və saxraniti vururuq. Artıq biz linkimizi yerləşdirdik. Sonra isə daxil oluruq finans bölümünə. Vplata çıxarış deməkdir. Qazancı çıxarış deməkdir. Ora toxunuruq və biz burada baxın Tehdir adresini götürürük. Çünki biz TRC 20-nin adresini yükləmişik kabinetimizə. 72 saat ərzində çıxarış gəlir. 10% komisyonudur. Çoxdur, düzdür. Amma biz anında bunu çıxara bilirik. Bugün biz heç kimi dəvət gətirmədən 1 milyonumuz olsa belə buradan anında çıxarış edə bilirik. İndi toxunuruq TRC 20-yə, Tehdirə. Baxın, USD sözünə toxunuruq. Burada bizə yazır ki, minimum 3000, maksimum 100.000 çıxarış edə bilərsiniz. Summanı yazırıq 25.000. Aşağıda isə baxın, fin parol istəyir. Onu da yazırıq. USD göndərişə vururuq. Və burada yazdı ki, baxın, onu tərcümə edəcəm sizə. Ödəniş uğurla təqdim edildi. Ödənişimiz uğurla təqdim edildi. Və biz qayıt sözünə vururuq. Geriyə qayıdırıq. Baxın, burada tarixi yazdı. Və tərcümə edin, baxın. Emaldadır. Görürsünüz, yazır ki, emaldadır. Və istəsəniz ki, ləğv edəsiniz, anında da emal olunmamış ləğv edə bilərsiniz. Amma mən ləğv etmirəm, çünki onu çıxarmaq istəyirlər və çıxarır.